Salam əziz abituriyentlər. Bugün biz İsa Hüseynovun Zəhər əsərinin oxusuna və təhlilinə diqqət edəcəyik. Deməli, Zəhər əsərin ədəbi növü epikdir, təhkiyə əsasdır. Janrı isə hekayədir. Deməli, biz burada bir sıra obrazlar görürük. Ən başlıcası gördüyümüz obrazlardan Mirqasım ağa, Meşəbəyidir, Daşdəmir. Yəni əsas bu iki obraz bir-birinə qarşı qoyulan obrazlardır. Müsbət və mənfi obrazların qarşı-qarşıya qoyulmasıdır. Bundan başqa biz burada təbiəti, meşəni də bir obraz səviyyəsində görürük. Ziyalı gənc var idi ki, o həmin gənc Mirqasıma kömək eləmək istəyir. Onu bir obraz səviyyəsində görürük. Amma əsas konflikt, əsas proses məhz Mirqasım ağı ilə Daşdəmir arasında baş verən məsələlərdir. Deməli, burada, bu hekayədə sanki müəllif əsərin məna yükünü oxucuya yükləyir. Yəni, oxucu özü oxuyur, başa düşür, obrazları özü təhlil edir, obrazlar haqqında özü ayrı-ayrı düşünür. Oxucu bu əsəri oxuyarkən özü fikirləşir ki, görəsən hadisələrin sonu necə olacaq, bu proseslər necə yekunlaşacaq. Oxucu da Mirqasım kimi həyəcan keçirir. Onunla birlikdə kədərlənir, onunla birlikdə sevinir. Sanki onunla birlikdə Daşdəmirə gedir, ondan mədət umur. Atına kömək etmək üçün oxucu da Mirqasımla birlikdə meşəyə qayıdır, xəyalən də olsa. Mirqasım keçmişinə bağlı bir obrazdır əsərdə, müsbət obrazdır. Biz onun keçmişə bağlı, adət-ənənəsinə, elinə, obasına bağlı bir obraz olduğunu harda görürük? Görürük ki, Mirqasımın xatirələrində ziyalılara necə qiymət verdiyini, onlarla həmişə ünsiyyət saxladığını, onlara hörmət göstərdiyini şahid oluruq. Hətta təəssüflənir ki, artıq bu meşə silinsə, meşə artıq qırılsa, nəticədə həmin ziyalılar olmayacaq və insanlar arasında olan bu ülfət də get-gedə pozulacaq və onun öz atına bir övladı kimi yanaşdığını da Mirqasımın Daşdəmirlə olan söhbətində görürük. Bu əsər biraz Elçinin Talvar əsəri ilə oxşayır. Nə mənada? Buradakı hadisələr, çünki həm təbiət fonunda verilir, həm təbiəti görürük burada biz, həm bir insanın qürurunu, vüqarlı bir insan duruşunu görürük, müəyyən zaman çərçivəsini görürük, zaman dəyişməsini müşahidə edirik. Həmçinin bu zaman dəyişməsinin timsalında insan həyatı necə dəyişir və bu dəyişmə insanın həyatına necə təsir göstərir, bunu müşahidə edirik. Və ən sonda oxucu burada insanların vəfasızlığını da başa düşür. Nəinki insanın vəfasızlığını, hətta insan ömrünün də vəfasızlığını anlayır. Deməli, burada əsərdə əsas mövzu insan və onun təbiətə münasibətidir. İdeyası isə odur ki, insanlar hansı ki təbiəti sevirlər, onlar əl elə verib birlikdə təbiəti qoruya bilərlər. Yəni, insanların birgə köməyi nəticəsində təbiət ayaqda qala bilər. Əsərin əsas mahiyyəti təbiətə vurulan zərərin nəticəsində insanın özünün də zərər görməsidir. Biz bunu hətta Mirqasımın nitqində də, xəyalında da müşahidə edirik. Mirqasımın simasında biz mənəviyyatı zəngin, təbiətə vurğun, xeyirxah, müsbət, ziyalılara böyük dəyər verən bir obraz görürük. Amma bunun əksinə olaraq Daşdəmir mənfi obrazdır. Belə ki, Daşdəmirin simasında biz ətrafa öz zəhərini saçan insanların daha doğrusu ümumiləşmiş obrazını görürük. Belə insanlar da təbii ki, mənəviyyatca yoxsul, əqidəsi zəifdir. Daşdəmir meşənin su altında qalacağını bildiyi üçün artıq biz burada müşahidə edirik ki, əsl simasını Meşəbəyiyə göstərir. Yəni, əvvəllər özü də etiraf edir ki, mənim torbamın dibi deşikdir. Yəni, əvvəllər işi keçirdi deyə Mirqasıma qonaqlıq verirdi, onunla birlikdə otururdu. Amma indi hiss edir ki, meşənin dağılmağı, meşədəki ağacların bütöv qırılmağı, bütün bunların hamısı
Mir Qasımın da iş həyatına və buradakı ağlığına bir növ son qoyur. Buna görə də sanki illərin qisasını Daşdəmir Mir Qasımdan alır. Bunu əsərin adında da müşahidə edirik. Yəni əsərin adındakı zəhər yalnız elə göy ürgənin, Mir Qasımın atının ölümü ilə bağlı olan bir zəhər deyildi. Burada insanlararası münasibətdə də biz bu zəhəri müşahidə edirik. Belə ki, burada Daşdəmirin Mir Qasıma olan acı sözləri, daha sonra da gənc oğlanın, gənc ziyalının vedrədə südü gətirərkən onu qəsdən aşırmağı, südü Mir Qasıma verməməyi, bütün bunların hamısı oxucu tərəfindən zəhər olaraq qarşılanır. Yəni zəhər dedikdə biz bunu hekayədə bir çox nüanslarda görürük və müşahidə edirik. Oxucu bunu özü qiymətləndirir. Mir Qasım müsbət obrazdır, Daşdəmir mənfi obrazdır. Həmçinin Daşdəmir rüşvətxor bir obraz olduğunu görürük. Bir növ Mir Qasımdan intiqam aldı. Əsl səmasını Mir Qasıma göstərdi. Əsərdə göy ürgənin ölümü də bir simvolik məna daşıyır sanki. Oxucu bunu qiymətləndirməlidir. Bu ölümün altında yatan bir mənanı dərk eləməlidir. Başa düşməlidir ki, göy ürgənin ölümü bir növ təbiətə zərər vurmaq istəyən insanlara qarşı bir xəbərdarlıqdır. Sanki göy ürgənin ölümü insanlara bir ismarcedir, bir mesajdır ki, insanlar bunu anlamalıdırlar ki, yəni insan nə qədər təbiətə ziyan vurarsa, bu qarşılığını, yəni bu prosesin qarşılığını bir növ özü görəcək. Burada biz həmçinin Mir Qasım ağanın dilindən bir sıra nümunələr, ədəbiyyat nümunələri də eşidirik. Bundan başa düşürük ki, Mir Qasım ağa da şifa xalq ədəbiyyatını sevən bir nümayəndə idi. Biz bunu folkloru sevən nümayəndə kimi Zeynalabdin obrazında görmüşdük. Deməli, əsərdə Aşıq Ələsgərin düşdü rədifli qoşmasından nümunə işlənir. Aşıq Abbasın Eyləsin rədifli qərarlısından nümunə işlənir. Hətta orada Meşəbəyinin yadına bir bayatı düşür. Həmin bayatını oxumağa bir növ çəkinir. Yəni, bir növ qorxur bu bayatını oxumağa. Çünki ölümdən ayrılıqdan bəhs etdiyi üçün sanki onu dilə gətirsə, bu həyata keçərmiş kimi düşünür. Biz bunu Ernest Hemingway'in Qoca və Dəniz əsərində də görürük ki, Santiago bildirir ki, arzu dilə düşəndə həyata keçməyə bilər. Yəni, bu inancı həmin obrazda da görürük və burada biz həmin prosesi bir növ Mir Qasım obrazında da müşahidə edirik. Ümumi şəkildə fikrimizi yekunlaşdırsaq, belə deyərik ki, zəhər hekayəsinin məzmununa uyğun hansı atalar sözünə verə bilərik? Nə ilə hansı atalar sözünü ümumiləşdirə bilərik? Bu hekayənin məzmununa uyğun atalar sözü namərdə tuş gələnin işi düyünə düşər. Biz bu prosesi Mir Qasım ağanın Daşdəmirə işinin düşməsi və Mir Qasım ağanın bu çətin vəziyyətindən də Daşdəmirin istifadə etməsi və ondan intiqam almasını müşahidə edirik. İndi isə keçək əsərin oxusuna. Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mir Qasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə keyfdən oxumurdu. Bu dəfə Meşəbəyinin sözləri nə qədər oynardısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu 60 yaşlı pəhləvan cüssəli adam məhz kədərə qalib gəlmək niyyəti ilə papağının dalını qaldırıb, çərşənbə günündə çeşmə başında gözüm bir alagöz xanıma düşdü, deyirdi. Qaşını oynatdı, gözündən güldü, deyirdi. Özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bugün Meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı. Deməli, biz burada Mir Qasımın niyə kədərli olduğunu şahid oluruq? Çünki bugün meşə ilə vidalaşmağa çıxmışdı. Mahnı axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o ayrılıqdan, ölümdən danışan bu bayatını dərhal unutmağa çalışdı. Burada da
bir xalq inancı görürük ki, Meşəbəyinin yadına bir bayatı düşsə də, bayatı ayrılıqdan, ölümdən danışdığı üçün unutmağa çalışır. Səhərdən axşamacan, bəzən hətta gecə yarısınacan çiynində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası indi çiynini üzüb salırdı. Yayın 30-35 dərəcə istisində belə geyməyə adət etdiyi çəkmələri indi bu sərin payız günündə elə bir oda dönüb ayaqlarını yandırırdı. Deməli, hadisələr payızda baş verir. Lakin Meşəbəyi dərhal bunları da unutmağa çalışdı. Papağını bu dəfə arxaya itələyib, yəhərdə qamətini düzəltdi. Şeh və xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı. Altından keçdiyi qoca palıdın yarpaqlarına, sonra göy ürgənin dərisi işıldayan, dolu, qüvvətli çiyninə və dalğalı yalına baxdı. Belə-belə işlər, ay göy ürgə, belə-belə işlər, deyə 60 yaşında birinci dəfə burada öz-özünə danışmağa başladı. Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir 2 gün. 3 deyən gün lent kəsilir, şürüz açılır, su gəlir, meşəmiz qalır suyun altında. Uzaq mənzilli yola çıxanda Göy-ürgə adətən tanış adama filana rast gəlməsə dayanmazdı. Lakin Meşəbəyi ətrafda lal dinməz ağaclardan başqa heç nə görmədi. Göy-ürgənin bir xasiyyəti vardı. Belində yəhərin tapqırı açılanda və ya qırılanda dərhal dayanıb sahibinə xəbərdarlıq edirdi. Meşəbəyi əlini tapqırlara atdı. Bir dəyişiklik hiss etmədi. Bəs ürgəyə nə olmuşdu? O yəhərdən yerə atıldı. Ürgənin dodaqları arasında sarımtıl köpük göründü. Meşəbəyi əsla iyrənmədən ovucu ilə köpüyü sildi. Əlini burnuna yaxınlaşdırıb qoxuladı. Köpükdən asırqal iyi gəlirdi. Deməli, başa düşdük ki, göy ürgə asırqal otundan zəhərlənib. O, ürgənin gözlərinə baxdı. Bu iri göyçək gözlər istirabla dolu idi. Ürgənin dodaqları arasından yenə sarımtıl köpük gəlirdi. Meşəbəyi bir daha köpüyü qoxladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi. Göy ürgə hardasa asırqal yemişdi, zəhərlənmişdi. Meşəbəyi çox yaxşı bilirdi ki, dərhal tədbir tökməsə, göy ürgə buradaca onun gözünün qabağındaca yıxılıb ölə bilər. Lakin o, hələ də dayanıb ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülən köpüyə baxırdı. O, ömrünün 40 ilini at belində olmuşdu. Meşəni addım-addım gəzmişdi. Onun zehnində 1001 çiçək ot var idi. Bu 1001 ad içərisində asırqal çox az yada düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə bu nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə heç zəhərlənməmişdi. Meşəbəyinin dünya görmüş təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döşəzəlləri titrəyirdi. Dizləri hiss olunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy ürgə onu öz oğulları qədər sevən, onu yedirtmək üçün şinelinin cibində parça-parça qənd gəzdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış kimi İsraflı gözlərini çevirib yana baxırdı. Bu hissəni biz Dəli Kür əsərində Qəmərlə Cahandar ağa arasında da müşahidə eləmişdik. Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bil daha utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi. Ondan kömək istədi. Bu saat qadın alım deyə Meşəbəyi pıçıldadı. Çevrilib geriyə, qalın meşənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb bir daha bu saat dedi. Şalağını çəkməsinin boğazına sancdı. Papağının başında bərkitdi. Şinelinin ətəklərini yığıb yerindən götürüldü. Buradan təxminən 2 kilometr aralıda geniş bir talada gür sulu çay üzərində safxoz var idi. El arasında ona it safxoz deyirdilər. Orada su itinin müxtəlif cinslərini saxlayırlar. Bir ay bundan əvvəl safxoz köçürülmüşdü. Tikillər sökülmüş,
Çay üzərindəki dəmir tor qəfəslər yerli dibli qoparılıb aparılmışdı. Safxozun yerində indi yalnız torpaq yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayanmış bir cür nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada safxoz direktorunun qaynatası, Daşdəmir kişi kürəkəninin, özünün və daha bir neçə safxoz işçisinin malqarasını saxlayırdı. Sabahda bir gündə Daşdəmir də köçməli idi. Meşəbəyi 2 kilometrlik yolu bir nəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın kölgəsindən bir iri qıllı köpək peyda oldu. İtlərin səsinə Daşdəmirin əvəzinə geyimindən şəhər ziyalısına oxşayan boz şilyapalı ucaboy bir adam çıxdı. Yüyürüb itlərə təpindi. Sonra dayanıb təəccüblə Meşəbəyiyə baxdı. Qan tər içində təng nəfəs yüyürən adamdan nə isə soruşmaq istədi. Ancaq Meşəbəyi onu qabaqladı. Mən Mirqasımam. Meşəbəyi Mirqasım. Ay oğul, atım ağrıya düşüb. Mən sənin burada birinci dəfədir ki görürəm. Bağışla. Tanış olası halım yoxdur. Bir vedrə süd lazımdır. Daşdəmir hanı? Gözümə dəymir. Nə olub Amir Qasım? Döşün niyə atlanır? Yaxınlıqdan lap 5 addımlıqdan tanış səs eşidildi. Meşəbəyi cəld dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bir yerin altından gəldi. Ölmədik, sənin dövranın qurtardığını da gördük Amir Qasım. Deməli, biz burada Daşdəmirin Mirqasıma kinayəli ifadəsində şahid oluruq. Sən hardasan ay kişi? Buradayam, gəlirəm indi. Deyirəm, ölmədik, sənin də axırını gördük. Göy ürgənin belində belədən belə çapırdın, elədən elə çapırdın. Saatda bir malı heyvanı atın döşünə qatıb salırdın xalxala. Nə bilim filan yerə ayaq basmayın, bəsməkan yerə yaxın durmayın. Nə bilim filan yerə yaxın durmayın. İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca çoban kimi ağacları köklü köməcə qoparıb belinə şəlləyib aparmaq istəyirsən? Biz burada Daşdəmirin dilindən Qazan xanın evinin yağmalanması boyunda Qaraca çobanın kürəyində ağac Qazan xanın ardınca gəldiyi hissənin Daşdəmirin dilindən verildiyini şahid oluruq. Daşdəmir palıd ağacının mağara kimi qaralan koğuşundan çıxdı. İki yanını basa-basa yaxınlaşıb Meşəbəyini süzdü. Hə, buyur görək, süd lazımdır deyirsən, südzad yoxdur. Sən Allah biraz tez elə, ay Daşdəmir, ürgəldən gedir. Hanı ürgə? Bu yanda, talada qoymuşam. Elə niyə? Yəni gələsə halı yoxdur? Yoxdur, Daşdəmir, qadan alım tez elə, oğul bərabəri atdı Daşdəmir. Deməli, biz burada Mirqasımın atına necə qiymət verdiyini şahid oluruq ki, onu öz övladları qədər çox istəyirdi. Gənc kənarda dayanıb siqaret çəkirdi. İtlərin şırvanmasından məlum oldu ki, oğlan bura təzə adamı deyil. Burada təzə adam deyildi. Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O ötən günləri yada salıb söhbəti uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı. Mən gətirərəm, deyib alaçıqlara tərəf yürüdü. Meşəbəyinin elmi savadlı adamlara, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalılara xüsusi maraq var idi. Yaşıl talalarda, bulaq başında, ağac gölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanını, təşvişini dərhal başa düşüb cəld yürüyən ziyalı gəncin arxasınca baxdıqca Meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib qalmış yarası yenidən qövr elədi. Bu yalnız indicə başa düşdü ki, lent kəsilib şülüz açılanda, meşə suyun altında qalanda, meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiyyətini, əşdən, görüşdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcəklər. Bu hissədən biz Mirqasımın necə təəssüf hissi keçirdiyini görürük. Çünki hər zaman meşədə ziyalıları qarşılayırmış, onlarla söhbət edirmiş, ziyalılara çox böyük hörməti var imiş. Başa düşür ki, meşə artıq yoxa çıxanda bir də həmin ziyalılar, bir də həmin söhbət, bir də həmin ünsiyyət olmayacaq. Burada biz onun təəssüfünün şahidi oluruq. Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sifətini topa saqqal basmış qıllı adamın nə dediyinin və nə üçün güldüyünü belə başa düşmədi.
Səndən deyilənmi? Niyə cavab vermirsən? Nə deyirsən? Deyirəm, oğlun raykom katibidir. Pulun çox olar. Ver xərcləyə də. Meşəbəyinin qaşları çatıldı. Sənin də kürəkənin safxozun direktorudur. Deməli, sənin də pulun çoxdur. Mənim torbamın dibi deşikdir. Deməli, mənim torbamın dibi deşikdir deyən Daşdəmirdir. Elə niyə? Bilmirsən, 1-2 baş normadan artıq heyvan saxlayıram, deyin, hər yoldan ötən rüşvət istəyir. Pulu torbanın üstdən qoyuram, altdan o yana gedir. Sənin özünü neçə kərə qonaq eləmişəm, yadından çıxıb. Deməli, biz burada Daşdəmirin pulu torbanın üstdən qoyuram, altdan o yana gedir hissəsində başa düşürük ki, bu hissədə Daşdəmir rüşvət verdiyini deyir. Biz bu rüşvət vermə məsələsini açıq kitabda da görürük Gəldiyev obrazında. Sənin özün neçə kərə qonaq eləmişəm, yadından çıxıb. Deməli, mənə də rüşvət verirdin. Daşdəmir güldü. Bəs sən necə bilirdin, hə? İşim keçməyən adama mən bir tikə də yedirtmərəm. Demək, biz burada Daşdəmir obrazının necə bir obrazda olduğunu artıq şahid oluruq. Meşəbəyi fikir dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə ilə gəldiyini gördükdə, itlərin mırıldaşmağına əhəmiyyət vermədən onun qabağına. Çox sağ ol qadan alım. Dəyməz əmi, deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli vedrənin soyuq qulpuna toxunanda Meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o artıq göy ürgənin yanında idi. Bu göyçək xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər. Köməkləşib ürgəni yıxmışdılar, zorla süd içirirdilər. Deməli, yenə biz burada artıq Mirqasımın xəyalını görürük. Yəni, hələ bu hadisə gerçəkləşməyib. Mirqasımın xəyalında canlanır. Bu prosesi biz Namərd Gülləsi əsərində də gördük ki, həmin əsərdə də Kərəm tərəfindən Niftalı Koxanın kəndə giriş hissəsi, kəndə aparmaqları hissəsinin xəyalını canlandırdığını hiss eləmişdik. Bu fikirdəykən birdən vedrəni böyrü üstə gördükdə Meşəbəyi təəccüblə çevrilib ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə gülürdü. Vallah bilmədim, ayağım toxundu Mirqasım. Bir ürgə nə mənə şeydi ondan ötürü belə yüyürüb qan-tərə batıbsa. Deyinən oğulların hərəsi biraz pul qoysun, maşın alsınlar. Min gəz, kef elə özün üçün. Meşəbəyi top qara saqqal arasında iti uclu dişlərə ağaran bu adama baxıb nahaq gəldiyini başa düşdü. Meşəbəyinin canı alovlandı. O pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü sındırmadı. Biz bu hissədə Gün var əsrə bərabər hissəsində, Gün var əsrə bərabər əsərində Yedqeyin Sabitcanla söhbətini xatırlaya bilərik. Həmin o hissədə Yedqey Sabitcana deyir ki, bəlkə bir ərizə yazasan, bu ana beyit qəbirstanlıqdan xilas edəsən. O da deyir ki, gərək bir adam buradan mənim haqqında məlumat versin ki, bəs Sabitcan ərizə yazıb, Sabitcan bu işdə əli var və arvad uşağım var, şəhərdə işim var, mənim də işimdən eləsinlər. Həmin o hissədə də Yedqey Sabitcana qarşı belə bir təəssüf hissi keçirmişdi ki, kaş ki, mən bu istəyi Sabitcana bildirməydim. Və sonra dedi ki, ümid edirəm ki, biz bir daha görüşməliyik. Biz həmin hissəni bu hissi ilə də əlaqələndirə bilərik. Çünki bu hissədə də Mirqasım Daşdəmirə baxanda hiss edir ki, bura naxaq gəlib. Çünki Daşdəmirdə ona fayda olmayacaqdır. Daşdəmir istehza edir çünki burada Mirqasımın çətin vəziyyətinə. Meşəbəyinin canı alovlandı. O pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü sındırmadı. Köhnə, adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Biz burada Mirqasımın necə qürurlu bir obraz olduğunu da şahid oluruq ki, özünün övladı kimi istədiyi atı ölüm ayağında olsa belə, qüruru ona əl vermir ki, o Daşdəmirə yalvarsın, ondan xahiş eləsin. Papağını götürdükdə ikindi çağının sərinliyində onun iri qırxıq başından qatı buğ çıxdı və beləcə başı tüstülü halda geri qayıtdı.
Göy ürgə artıq böyrü üstə idi. Meşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin arxası ilə öz gözlərini sildi. Belə-belə işlər ay göy ürgə. Ürgə son dəfə xırıldayıb, dartındı və hərəkətsiz qaldı. Meşəbəyi yavaşca qalxıb tapqırları açdı. Sonra yüyəni ürgənin başından çıxartdı. Yəhəri belinə şələləyib, yalnız onun bələd olduğu el yolundan uzaq, xəlvət cığırla addımladı. Külək başlamışdı. Meşə xışıldayırdı. Meşəbəyinin üstünə xəzəl yağırdı. Boynuna, qoyun qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı. Meşədən çıxanda o ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qoca kimi hıqqıldayıb yəhəri belindən indirdi. Yerə qoyub üstündə oturdu. Sonra çevrilib çiyini üstündən geriyə meşənin səsinə qulaq asdı. Belə-belə işlər ay göy ürgə, belə-belə işlər ay meşəbəyi Mirqası.